qadın işləməməyi seçirsə, heç kim ona deyə bilməz ki, sən niyə görə inkişafından geri qalırsan, evdar qadın olacaqsan, indi uşaqlarına baxacaqsan. Haqsızlıqdır onlara qarşı. Çünki uşaqlar gələcək investisiyadır. Qızlarımızı qoruyacaq çıxış yolu nədir? Oğlanlarımızı qoruyacaq çıxış yolu nədir? 30 yaşına kimi masturbasiya edəcəklər. Nə edəcəklər 30 yaşına qədər? İstər qadın qabaqda durar, istər qadın arxada durar, istər yanında durar, istər işləyər, istər işləməz. Əl çəkində insanlardan. Bu özləri bilsinlər. 30 yaşından sonra qadınlar üçün evlənmək çətinləşir. Onlar axı düşünürlər ki, onlar 30 yaşından sonra daha fərqindəli olacaqlar, daha rahat tapacaqlar münasibət. Yeganə unudublar ki, kişi seçir, qadın seçmir. 24 saat ərzində 1000 nəfər kişi ilə yatıb və bunu live çəkibdir İngiltərədədir. Kişi olaraq, kişi tualetinə girən insan olaraq heç vaxt istəmərəm ki, məndən sonra qadın girsin də. Mən özüm iyrənirəm o tualetlərdə. Azərbaycan Amerika deyil. TikTok səni prezident eləsin. Azərbaycanda əslində sən sosial media aktivliyin sən ümumiyyətlə qapılarını bağlayır siyasi prizmadan. Bizim çox yaxşı atalar sözümüz var. Kişi gorunda deyirlər. İnsan demirlər də, nəsə kişi gorunda deyirlər. Qızlar ayrı oxuyanda, oğlanlar ayrı oxuyanda qızların inkişafı daha yaxşı baş verir. Və bunun maraqlı səbəbi var. Bu kənar hər tərəfində var və sən düşünürsən ki, sən yanlışsan, onlar düzdür və sən indi kimə isə yanlış eləmisən. Bu bizim günahımızdır ki, cavan qadınlarımız, cavan qızlarımız kişilərə inanmır. Xoşbəxt insanlar birinci sosial mediada deyirlər. Onlar açıq şəkildə oturub başqalarının ağlı öyrətmirlər. Onlar öz xoşbəxt həyatını yaşamaqda davam edirlər. Kimsə deyib ki, siz yalnız bir insandan ömrünün axırınıza kimi olmalısınız. 100 min il təkamül bunu deyib. Qərbdə biz bu bərabərliyə çatdıq, amma indi qadınlar kişilərdən valeh ola bilmir. Kişiləri feminləşdi. Azərbaycanda yaxşı qazanan qadın da var, yaxşı qazanan kişi də var. Kişisini daha yüksəkdə görən qadın da var, özünü kişidən yüksək hesab edən qadın da var və bunlar hamısı bir-birini tapmalıdır. Hər bir insan öz insanı olmalıdır. Əgər sən çox yaxşı sevgi münasibəti qurmaq istəyirsənsə, onda hər iki individumun iqtisadi azad olması çox vacibdir. Hesab edin ki, Fərhad süni intellektdir, sadəcə bir fikir bildir. Heç vaxt deməmişəm ki, mənim dediyim düzgündür, yalnız o həqiqətdir. Mən sadəcə deyirəm ki, baxın, bu da var, bu da var.